Yəni valideyn belə bir durum yaradır ki, uşaq gəlib onunla sonradan bölüşməyə istəyi itir. Gəlib xoş bir şeylər baş verəndə həyatında uşağın, pis bir şeylər baş verəndə uşaq gəlib danışmırsa, bilirsə valideyn onu ya başından eləyəcək, ya eləyəcək. Burada nədir? Uşağın hisslərinə dəyər verilmir. Yəni sənin hissləri və uşaqlıqdan dəyər verilmirsə, səni kədərləndirirlərsə, sənin qanını qaraldırlarsa, daim müqayisə etməklə, sənin problemlərin olanda sən ürəyi rahatçılıqla gəlib danışa bilmirsənsə, sən sonradan özün öz duyğularına qarşı da başlayırsan o cür olmağa, laqeydləşirsən. Hə, yəni kədərlənirsənsə, hə, çalışırsan ondan qaçasan. Necə? Nə bilim, aşırı biraz yemək yeməklə, nə bilim, ola bilər kimsə içki istifadə eləsin, kimsə başlasın telefonda çoxlu danışmağa və yaxud telefonda videolarda çoxlu qalmağa. Bildiniz necə? Yəni insan öyrənir ki, yəni mənim bu duyğum, bu duyğusunu neynəsin bilmir. Çünki o duyğusunu evdə düzgün emal etməyiblər. Sən valideyninlə gəlib bölüşəndə, sevincini bölüşürsə, o da səninlə bir yerdə sevinəndə, sən bu hissini hələ bir başa düşürsən ki, hə, necə deyim sizə, qanunudur, olar. Bu hissə yeri var. Bu hissi olar göstərmək. Təhlükəli deyil. Yəni ki, göstərəndə və səni dəyərsizləşdirirlərsə hissini, sən başlayırsan gizlətmək. Yəni, yox, hissi göstərmək təhlükəlidir. Göstərirəm, mənim daha da qanım qaralar. Daha da özümü pis hiss eləyərəm. Yəni, burada valideyn həbi öz rolunu layiqincə yerinə yetirmir. Ona görə sən sonradan nə sevincini yaşaya bilirsən, nə kədərini yaşaya bilirsən və yəni insanlarla bölüşməyə də artıq, yəni yoxdur da bu bacarıq itib artıq. Yəni elə insan öz, yəni ki, hisslərinə də dəyər verməsi itir. Bax burada dəyər ən çox hələ insanı vacib olan nədir? İnsan öz hisslərinə dəyər versin.